Çox sərt, yəni müəllim kimi sərt deyirəm ha, yəni kobud yox. Sayılan, həmişə dərsini hazırlamamış, qətiyyən bax, ikimiz də şagird olmuşuq da. Dərsi hazırlamamış coğrafiya dərsini mümkün deyildi biz gedək. Hüseyin müəllim, mən ona həmişə görüşəndə də ağsaqqal kimi ağsaqqallığın hörmətini saxlamışam və ona həmişə müəllimlərin müəllimi demişəm. Müseyib İsmailoğlu Bəkirov həm müəllim, həm ziyalı kimi öz vətəndaş borcunu sözün əsl mənasında şərəflə yerinə yetirən bir insan olub. Ermənistan adlandırılan Dədə-Baba torpaqlarımızda Uzqar Dağ kəndi, Cücə kənddə yeniyetmələrin təlim, tərbiyə, savad almasında onun müstəsna rolu olmaqla yanaşı işlədiyi məktəbdə istər müəllimlər, istər də şagirdlər arasında çox ciddi rejim və qayda-qanun yarada bilmişdi. Ümumiyyətlə, Müseyib müəllim əməksevər bir insan olmaqla yanaşı, istər işlədiyi kollektivdə, istər ailədə intizam, əməksevərlik yarada bilən gücü, bacarığı olan və heç zamanda yorulmaq bilməyib. Dərsi hazırlamamış coğrafiya dərsini mümkün deyildi biz gedək. Ütələk, tələsik, orada-burada hazırlayardıq, girərdik sinifə. Ayaq üstü də olsa. Bax, elə xatırlayıram. Yaxşılıq bilən, yaxşılıq eləyən. Mənim o dar vaxtlarım var idi, mənim özü bilir. Tək anam da, məsələn, yaxın duran yox idi. Bax, bu yaşda adam yanıma düşüb, İrançığa getmişdik. Piyada qarın içində. Mənim bəzi sənətlərim zadımda bu mənada. Hüseyin müəllim, mən çox xeyirxah xatırlayıram. İnan Allah, o, yəni, elə müəllimlərim olub mənim. Hüseyin müəllimin yeri ayrıdır, o yer həmişə bizim qəlbimizdə var. Bilirsiniz, elə insanlar var ki, onlar haqqında danışmaq həm çətindir, həm də asandır. Müseyib müəllim də elə insanlardandır. Mən ona həmişə görüşəndə də ağsaqqal kimi ağsaqqallığın hörmətini saxlamışam və ona həmişə müəllimlərin müəllimi demişəm. Çünki doğrudan da Müseyib müəllim həqiqətən bu ada layiq insan idi. İşlədiyimiz müddət ərzində həm onun tədrisi, həm şagirdlərlə, valideynlərlə, ictimaiyyətlə, məktəb kollektivi ilə onun özünün aparması doğrudan da onun ağsaqqallığını sübut edir. Məktəbdə demək olar ki, müəllimlər hamısı məzuniyyətdə idi. Bir də gördüm, qapı açıldı, başımı qalxızanda Müseyib müəllimi gördüm. Durdum ayağa, qarşıladım, onu əyləşdi, oturdu. Bir söhbət eləyəndən sonra nəsə hiss elədim ki, müəllim deyil, iş axtarır. Dedim, Müseyib müəllim, buyur, əyləş, mən elə gəlir ki, burada sənə yer tapılacaq. Ancaq yenə də özümü saxladım ki, görək bu kişinin qabında nə var, nə yoxdur. Elə olmuş ki, imtahanlar ərəfəsi idi, test imtahanlarını. Əlimdə də elə coğrafiyanın testi stolun üstündə idi. Dedim ki, o bir-iki dənə bu kəlmə, bu müəllimi yoxlayayım da. İndi nə olsam ki, belə insan kimi yaxşı yazım oxuşur. Görürüm, dərindən savadı da nədir? Dedim, Müseyib müəllim, bir dənə zəhmət olmasa bu testdən bir-iki dənə sual var burada. Xətrinə dəyməsin, belə yumuşaq. Dedim, nə olar? Baxım da, bacardığımı deyəcəyim. Birini, ikisini, üçünü, beşini
Görürəm ki, hiss elədim ki, müəllimliyi də dərindir bunun. Özünə bir söz demədim, fikirləşdim ki, demək bu məktəbin növbəti ildə siyasına salınmalı insan. Bu da yəhərliyim, mindiyim bozdaş. Kövrəlmə ürəyim, tab gətir, tablaş. Ömrümün ləzzəti aköhnə damdaş. Nə yaxşı görüşdük, nə yaxşı yenəm. Mən 1949-cu ildə İlməzli orta məktəbini qurtardım. Onda Azərbaycan Respublikasının bir çox rayonlarında ikili müəllimlər institutları var idi. Bizim rayona da yaxın Qazax rayonu idi. Qazax Dövlət Müəllimlər İnstitutuna qəbul oldum. Təbiət Coğrafiya fakültəsinə. Mən Qazaxı qurtardım. 2 il oxudum. Özdə yaxşı oxudum. Mənim təyinatımı verdilər Qasım İsmailov rayonuna. Qasım İsmailov rayonuna mən getmədim. Aran yeri olduğuna görə, bir də ailə vəziyyətimiz çətin olduğuna görə. Dedim, gedim mən rayonda işləyim, anamı sağlayayım. Anamız bizim oxumağımıza, mənim də o kiçik qardaşımın da oxumağına çox böyük əmək sərf edib. Mən oxuyanda anam məni oxutmaq üçün bir gəvə satıb. Özünün bir tikiş maşını vardı, onu satıb. Kim mən oxudum. Ruhum bir çobanın tütəyindədir, ömrüm bir təzanə tətiyindədir, əlim Allahımın ətəyindədir. Buradan anarya aparma məni, buradan o tərəfə haramdan haram. Buradadır dərmanım, buradadır çaram, sən Allah əl vurma, göynüyər yaram, buradan anarya aparma məni. Bizim Qızılşəfəq Cücə kəndi Lor yaylasında yerləşirdi. Yayla təxminən dəniz səviyyəsindən 1400 metr hündürdə yerləşir. Gözəl safalı yeri var, yaxşı təbiəti var, sərin bulaqları var. Yayla Alp və subalp çəmənliyindədir. Lor yaylasının ətrafı kiçik Qafqaz dağları ilə əhatə olmuşdur. Bir tərəfdən Keçud, onun adı Mitin dağları da deyirdilər. Sonra ermənilər dəyişib adını qoyub Keçud dağları. Bir tərəfdən Bazum, irəldən onun adı olub Buzovdal, indi Bazum adlanır. Bazum dağlarından əhatə olunmuşdur. Tutmuş idik bu dünyanın dəmini, tapmış idik dincəlməyin çəmini. Unutmaq üçün dünyanın dərd qəmini, ətdik gölü, ov dərəsi var idi. Toy keçərdi həm maraqlı, həm də şən. Gəlin köçdü, at oynadan, güləşən. Cavanları oynayardı ürəkdən, qocalarda gənc həvəsi var idi. Borçalının imkanlı adamları Cəlaloğlu'nun bu ərazisindən torpaq alıblar. Orada mülkləri olubdu, yaylaqları olubdu. Hətta qəbristanlıqları var. Çox böyük qəbristanlıq, yaylaqda rəhmətə gedən adamları burada dəfn ediblər. Məsələn, Söyüqbulaq, Qızılşəfəq, İlməzli arasında çox böyük bir torpaq sahəsi. Arxınlı Hacıoyunun Şərifin yeri, indi də Şərifin yeri adlanır. Bu torpaq, sonralar bu torpağı veriblər Şahnazara, Şahnazar kəndinə. Mən Şahnazarın qalxozunun xəritəsinə baxmışam. Orada da yazıb ki, Şərifin yeri. Qınardılar oynamayan adamı, bərbəri, köçəri tutardı hamı. Enərdi, qalxardı sanki toy damı, ərənlərin ər nərəsi var idi. Böyük təpə tökübdü qaşqabağı, göy təpə, göy bulaq, haley bulağı. Saydıqca çoxalır sinəmin dağı, hər birinin cazibəsi var idi.
Qızılşəbəklə Söğbulağın arasında böyük bir piçənək sahəsi Arıqlı Molla Mahmudun olub. Söğbulağın üstündə çox böyük torpaq sahəsi, bəlkə də 1000 hektarlarla Kəpənəkçinin yurdu olubdu. Kəpənəkçinin burada qəbristanlığı var yaylaqda. Kəpənəkçinin burada Sərdar adlı bulağı var, vaxtilə Sərdar buraya çıxarmış. O bulaq da onun şərəfinə qoyulmuşdur. Zalaloğlu'ndan Lilləkana və yaxud da indiki Gübrüyə gedən yolun kənarında Çömçə deyilən böyük bir ərazi var. Bu ərazi vaxtilə yaylaqdır. Bu ərazi vaxtilə Qarayazının olub. Xazinin və İsaxanın dədə-baba yurtları olub. Amma mənim bir məqsədim var idi. Mütləq və mütləq ali təhsil almaq. Ona görə də Allah rəhmət eləsin, Selim müəllimlə baravar gəldik Bakıya. Sənədlərimizi istədik ali məktəbə verək. Hələ ali məktəbə qəbul, o sənədlər qəbul eləmirdilər. Biz Selim müəllimdə, mən də sənədləri qoyduq Afat müəllimin yanında qurban olub. O zaman Afat müəllim aspiranturada oxuyurdu. Getdik kəndə. Afatdan məktub aldıq ki, sənədlərinizi vermişik. Sən Bakı Universitetinə, Selim müəllim isə o zaman API deyirdilər. Mən qiyabi olaraq Bakı Dövlət Universitetini oxudum. Məktəbdə dərs dedim. Atam haqqında danışmaq mənim üçün həm çətindir, həm də məsuliyyətlidir. Yəni elə danışa bilim ki, onun bütün fəaliyyətini, bizə olan qayğıkeşliyini, bizi necə sevdiyini əks etdirə bilim bu sözümdə. Bu ona görə çox məsuliyyətlidir. Atam hədsiz qayğıkeş, məsuliyyətli və sərt bir atadır. Hamıdan fərqli olaraq. Yəni, mənim atamın dediyi bir dəfə olubdur. İkinci dəfə biz ona dönə bilməmişik. Amma bununla belə atam bizim o qədər qayğımızı çəkib, o qədər hər balaca işimizin dalından qaçıb, onu özünə müqəddəs borc bilib. Mən atamı başqa uşaqlardan fərqli olaraq həmişə anam da mənə bağışlasın, anamdan da çox istəmişəm. Bilmirəm bu nədəndir, amma etiraf eləmək lazımdır. Babamın qarşısında həmişə məsuliyyətli olmuşam. Ta balaca vaxtından o məni bir yana buyuranda, bir iş tapşıranda onu avtomatik və qüsursuz yerinə yetirməyə çalışmışam. Tez bir zamanda. Bu elə bil ki, bunu mənim qanıma, canıma işləmişdi. Mən həmişə babamın qabağında deyirəm. İndinin özündə də məsuliyyətliyəm. Mən bir iş görəndə yenə birinci babamı fikirləşirəm, babam görəsən nə deyər? İşində məsuliyyətli olmağa, bizim də işimizdə bizi məsuliyyətli olmaq kimi belə tərbiyə eləyibdir. Dərsi yaxşı oxumaq, getdiyin hər işi yarıtmaq, el içində, oba içində şərəflə yaşamaq, heç kəsin yanında gözü kölgəli olmamaq, sözü danışanda bütöv danışmaq, yarımçıq danışmamaq, özünə güvənmək bu babamın müsbət xasiyyətləridir.
insanın iki şeyi, bir vətənini, bir də valideynini seçmək hüququ olmur. Bizim də valideynimizi biz seçməmişik, Allaha min şükür. Amma dünyanın ən yaxşı valideynləri olub. Mənim nəzərimdə belə. Həm atam, həm anam. Atam çox ciddi adam olub. Çox ciddi adam olub. Yəni tələbkar olub. Həm də ki, qayğıkeş olub. Hər kəsin ən xırda problemini çalışıb özü həll eləsin. Hamının dalınca, bütün uşaqların, 5 uşağın dalınca da özü gedib onların problemlərini həll eləməyə çalışıb. Mən ona görə Allaha çox minnətdaram, çox şükür eləyirəm ki, bizim belə valideynimiz olub. Anam bir cür qayğıkeş idi, amma atam həddən artıq diqqət. Çox dəqiq bir adamdır. Bizim üçün həm qürur mənbəyi olub, həm fəxr mənbəyi olub. Biz atamızla fəxr eləmişik. Mən bir gün də fəxr eləyirəm ki, bizim belə atamız olub. Sovet hökuməti qurulandan sonra bütün Qafqaz türkləri kimi Cücə kənddə də nüfuzlu, sözü keçən insanları min bir bəhanə ilə sürgün edir, repressiyalara, deportasiyalara məruz qoyurlar. Qaraqurban türəmələri də bu faciədən yaxa qurtarmaq üçün soyadlarını dəyişdirib Bəkirov, Qurbanov, Musayev, Şirinov, Mahmudov yazdırdılar. Ancaq Rus imperiyasının qanlı olaylarından yaxa qurtara bilmədilər və ən çox faciələri də Bəşir oğlu İsa'nın oğulları yaşadılar. Belə ki, iki qardaş İsmail və Bəkir bir gündə 1937-ci ilin noyabrın 14-də günahsız tutulub aparıldılar. Sonra qardaşlarından biri Qazı Məhəmmədi də sürgün etdilər. Böyük qardaşları Hüseyin də 60 yaşında müharibəyə aparıldı və son beşikləri Sarı da kətdən didərgin salındı. Beləcə 5 qardaşdan 3-ü məhv edildi. İki qadın, bir üzü qız, bir üzü gəlin olan 20-21 yaşlarından ölənə qədər İsmail ilə Bəkirin yollarını gözlədilər. Yəni günahsız insanın onsuz da Allah Teala yanında günahsızın o günahı yazılmır. Onu haqq verilir, bəraət alınır. Amma hökumət tərəfindən də babam ona bəraət aldırdı.